أعوذ بالله السميع العليم من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد لله المنعم المنان الذي جعل انتظار مولانا صاحب الزمان أفضل عبادات أهل الإيمان والصلاة والسلام على حبيبه ونجيبه الذي أنزل فيه القرآن قائد الخير ومفتاح البركة أبي القاسم المصطفى محمد اللهم صل على محمد وعلى أهل بيت الطيبين الطاهرين المعصومين المنتجبين أمناء الرحمن واللعنة الدائمة السرمدية على أعدائهم وغاصب حقوقهم ومنكر فضائلهم أجمعين. قال رسول الله صلى الله عليه وآله وسلم يأتي على الناس زمان بطونهم آلهتهم. Peygamber Xuda dünyanın ahir zaman üçün dünya gərək gələ, Məhdi Mevud gələ, munci bəşəriyyət gələ və dünyanı nəcat verir. Əlan bir iddələr hüccətiyyə məzhəb və təfəkkürdür da hüccətiyyə. Deyirlər dəyməyin, qoyun dünyanı günah götürsün, o qəd məsiyyət çoxalsın, zülmü çoxalsın, ta imam zamana gəlsin. Bu təfəkkürdə camiədə var ki, əlan bir iddələr var, binamı hüccətiyyə bu təfəkkürdə. La boşlayın, hicabla nəşüzə, nuzulunla nəşüzə, oğurluğunla nəşüzə, zülmünlə nəşüzə, ötürün hər zat dəysin bir-birinə. O qəz zülmü çoxalsın, ta imam zamana gəlsin, dünyanı ədalətlə doldursun. Heç bu aqilanə deyil. Allah 124 min peyğəmbəri yollayıb, qahəm biz deyər ya danışma, danışmayın. Yox, ittivan danışmaq, danışmamaqdan çox gözəldir. Danışa biləsən, Allah 124 min peyğəmbəri sonmun boş yollamayıb ki, baxala bizə pantomim oynayarlar. O yollayıb danışıblar. Yollayıb yol görsədiblər. Məncə adam danışmaq başarmır. Gələr iki yeri, məsələn, iki nəfərin arasını mizan eləyə, vurar görürsən, qarışdırdı. Gəldi ağsaqqəlli eləyə, vurdu bir cür xərab eləyib ki, dahi heç dadıqahda da bunlar barışmırlar. Başarmısan, hə, danışma. Amma başarsan, danış. O yerdəki danışasan, danışacaqsan, vəzifən danışmaqdır, roşəngəridir. Dinməsən, ipi qıracaqlar. Sənin bu sukutuva bir dənə zülm ittifaq düşə, sənin bu danışmamava təzəkkür verməmənə bir dənə günah-ı camiədə ittifaq düşə, əyağın girdi. Deyəməzən, mənə nə rəbti var? Sənə çox rəbti var, sən mövcud ictimaisən. Mən mövcud ictimaiyəm. Hovzələrin həqqi yoxdur sukut eləyə. Danışqanların həqqi yoxdur sukut eləyə. Məhsulların həqqi yoxdur qanunları. Yeki pənsəz digəri qoyanlar ayaqlarının altına, mərdum da sözə baxmırlar. Müəzzəfik, Peyğəmbər Xuda buyurdu, bir zaman gələcək, dünya yetirəcək xətti payana. Yəni gərək imam zaman gələ. Nə imam zaman gələ bizim məhəlləmizdə, məsələn, bir qoca arvad var, keçinənmir, bir vəzəndi ona bir kilo ətinə bir tay düva para. Xeyr, o mənim vəzifəmdir. Hər vaxt pullular, vücuhatların verməsələ, küçələr dolar fəqir ilə, bədbəxt ilə, biçarə ilə. Hər yerdə gördüm, fəqir o biçarə çoxdur. Bir də Allahın həqqini yiyənlər vardılar ki, boyunlarında Allahın həqqi var, vəli vermirlər. İmam zaman gəlməyəcək ki, mənim yerdə qalan işləmi yer verir. İmam zaman gələcək, sazmanı miləli ki, bir xasiyyət, bir dənə bir yerdir. Ərz və huzur 190 dənə reis cumhur, 190 dənə vəzir-i murxarcə, 190 dənə dəftərdar dünyanın başına basa-basa bir belə həzinələrlə yığılır, xuruci 80. Xuruci 80. Yəni bunlar bir iş görə bilərlər, heç iş görə bilməzlər. Yəni bunlar orada boxoro bexabdan sonra ayrı bir şəllərindən gəlmir. Sazmanı bilən nə mənə 80, yəni tətil, bizim heyyət oradan çox qabaqdır. Onun ora müsabiqə suxanranı, hərə çıxan 20 dəqiq orada danışa düşəcəl aşağı. Ondan xoşu gəlmir, bundan xoşu gəlmir. Hamısı da bəl işləyirlər Amerikanın boynu yoğunları. Odur qahən bəyək mən gələndə qulaq asırdım radioda. Dedim imam zaman sən gərək gələsən,
bu sazman milləli sökəsən, qoyasan kənara, bir dənə kar quruhi qoyasan dünyada, əgər bir nəfərə zülmi oldu, bunlarda bir ürz ol o zalimin qabağında durmağa, bunlarda bir ürz ol o məzlumun dalısında duralar, onun hava-xahı çıxarlar. 100.000 dənə Yəməndə uşaq öldürdü Ərəbistan. Sazman milləl gəldi bir şey deyə, Ərəbistan dedi, pulunuzu kəsərəm ha. Bəyanın gözü zadı, pəs alın, cəhənnəm olun, oturun yer üzdə. Ağızlarını bağladılar. Yəni bir sazman ki, şeytanın pulu ilə işləyir. O da İmam zaman gələcək, bəli, vırıb aləmin gərdən kolofların dağıdacaq. Nə bizim küçənin yetimlərinə yetişə, yetimə yetişmək mənim işimdir. Hacının işidir, boynu yoğunun işidir, xumsu boynunda qalanınkidir. Vermərik, vurar bir yerdə sərətan kimin, eyni doməl kimin, sirk bağlayan yer kimin, bir yerdən patlar bir gün görərsən, gəlin başı açıq çıxdı çölə, qız başı açıq çıxdı çölə, oğlan bir cinayət eləyib, unvəriş napeyda verməsən, elə yerdən özü çıxacaq çölə, day sən ha istəyəcəksən, bu gəndin üstünü örtəsən, örtə bilməyəcəksən. O di, Peygamber Xuda vəsf-i ahir-ü zamanı bizə tozih verir ki, ahir-ü zamanda der şorufi qiyam-ı sahib-əz zaman ağa bəqiyyətullahil əzəm gəlməyinə bir nurani salavat xətm eləyin. Allahümme sallallahu. Hər moğa buyurdu Peygamber gördünüz, mərdum bu hala qalıblar. İsar ölüb, əz xudquzəşdəci ölüb, mərdumun havasını saxlamaq ölüb. Onda bilin ki, bu ittifaqat ahir-ü zaman ittifaqatıdır. Yəti ələn-nas zamanın bir zaman gələcək mərdumə. Hava Peygamber səhabələrinə buyurur, bir zamanı gələcək mərdumə. Ayəndini gəri Peygamber çün elmi hər yerə ihatəsi var, güzəştəni bilir, ayəndəni bilir, keçəcəyi bilir, nə xəbər olacaq, nə ittifaq düşəcək, nə iş görsöz, nəticəsi nə olacaq, hamısını da bizə tapşırır. Bunda bizim imanı, etiqadımız o cür Peygamberə yoxdur ki, deyə Peygamber hər zadı bilir. O yerdə ki, zərəlimizə danışıb, yox, Peygamber nəuzubillah, heç biz cəhdə bilməyib. Amma o yerdə ki, bəli, məsələn, bəzi bizim mənfəyyətimizə danışıb, qurban olun Peygamberin o mütəhhər cəmalinə. Yəti ələn-nas, Peygamber bir zaman gələcək. Zamanın, bir zamanı olacaq. Elə məsələn, zaman soğuşacaq, zaman həman zamandır, gün həman gündür. Süb çıxıb, şərqidən, qərbidən də batıbdır. Nə Allah əvəz olub, nə mələklər əvəz olub, nə yergöv əvəz olub, nə heç da, nə oksijen əvəz olub. Bəqət bəşərdir, gəlir, neçə iskahdan sonra piyada olur, nəfərat-ı bədi. Yəti ələn-nas, mərdumi gələcəklər. Zamanı, bir zamanı bu millətə üz verəcək. Butunuhum alihəd, mərdumun qarnı olacaq Allah'ı. Harda qarnın başı yarım oldu, Allah'a da yamanlayacaq. Harda kefi saz olmadı, Allah'a da yamanlayacaq. Ondaki bərcamı 10 ilmindən qabaq gəldilər, bu xainlər imzaladılar. Kim buğbuğ eləyirdi? Aya Cunubi Tehranda bir xəbəri vardı? Yox. Biz elə həmin haşiyə neşini, həmin adamlar ki 30-40 metr gücünə öv alıb oturmuşuq, o çörəyimizə də qani. Kimlər düşmüşdülər xiyavanlara benzo BMW ilə nərə təpirdilər, dədavay təhrimlər götürüldü, kefə baxacaq. İndi həmanlar mırıldaşırlar, həmanlardılar ki, ay necə oldu, belə oldu. Həmanlardılar ki, bəli, bir zaman çilti çalırdılar. Bir zaman bəran ki, qarınlarımından da artıq dola, hay salmışdılar. Dədavay, day barışdıq, kef olacaq. Day qoşduq, şeytanla Allah barışıbla, qoşacaq bir-birinə keyfimizdir. Yəti ələn-nas zamanun butunuhum alihətuhum. Peygamber bu bir zaman gələcək mərdumun Allahı, yəni məbədi, məbudi, qibləqah olacaq qarnı. Qarnının başı yarım oldu, heç kəsi qəbulçuluğu yoxdur. Hərdən mən birdən danışıram, birdən görəm biri dəlilləndi. Ey baba, hacağa, nəfəs et, əccayı gərmiyat. Harada mənim nəfəsim əccayı gərmiyat? Harada? Karxanam var, ne müdünəm, dərbanım var, aparıb gətirənim var. Mən də sən tayvam, elə düyünü mən düşküstü mən alıram. Hələ tapanda, tapyanda Pakistanı alam yeyirəm ki, hələ onu tökəndə heyvanın qabağına yemir. Bir dənə dəssaz bir şeydə arsingdar. Hər zadə dur əzur, bu sıçanlar gedir bizim düyülən səmtinə, ürcəsi yoxdur. Hindi düyünün səmtinə gedə dərci öldürər, səmmi vardı. Onu elə mən də yeyirəm. Mənim nəfəsim əccayı gərm dər nemiyad, vəxti mən deyirəm, ay qardaş,
dinindən muvazib ol, qarın bücür soğular gedər vəli, dini əldən verdin, qutuldu getdi ha. Day dinivin qabı boşaldı, bir də gəlib onu dolduruncan çoxa çəkər. Əlan niyə əsr avar olmuş? Ha, qədim mərdumun etiqadı vardı, çünki Allaha qəbulçuluğu vardı, vəzi də belə saz dərdi. Vəz saz aldıqca, qarının bağla payın olduqca şarjı Allahı onunla tənzim eləyib. Keyfi sazdı, Allah'a şükür eləyir, keyfi nasazdı, yeri göğü yamanlayır. Peygamber bu bir zaman gelecek, yəti zamanun, butunuhum alehətum. Mərdumun qarını Allahlar olacaq, mərdumun Allahı qarını olacaq. Yani ibadetin, itaatin qarını ilə tənzim var. Velkom baba, mərdum əz qorusnegim, imirəm, mənim nemidünəm, qız köçürdəmirəm, mənnəm arvad alanmıram, sən... Allah deyib bu cür arvad al, Allah deyib bu cür qız ərə ver, Allah deyib qızın bilirsən biri ilə rifaqət var, ay qeyrətli kişi niyə oturubsan önündə bilirsən qızın refiqi vardı, vəli qeyrətin heç bir hərətə gəlmir, tərəf 5 ildən sonra bedebestun getcə, gələndən sonra ağay çayan ki, o, bunun işi yoxdur, imam, ben niyə gördün qızın ondan gedək kaf şapan, bir qeyrət, həcə vaqən sən bunun işi sənə mühümmidir, niyə? 2 ayımından qabaq mühümmi dərdi. Ben əzir istəyir namus ola bir yerə, sənin for iqtisadın coşa gəlibdi, qoymusan burada iş bənd ola. Vaqən sən istəyirsən qızın izdivac eləyə, gəl qızın məhriyəsim ürfi yendir, məqulanə, qədim belə məhriyələr kəşki dərdilər, nə qəd verə bilərsən? Mənim 100 milyon varımdır. Nəinki mənim 100 dənə sikkəni yazdıram, 100 sikkə 10 milyon tümən alan puldur, məni tikə doğru yazan 500 milyon tümən yoxumdur. 10 milyard, bəli. Ağa, günah hələ bizim özümüzdədir. Hələn bizim qızımıza xastıqar gələndə istəyirik bahar ətdə eləyək. Oğlumuzu öyləndirəndə istəyirik ucuzlu yerdən. Niyə lan bəzi adam qaçır kətdən qızı alır? Yəni, məsələn, ora fitnə getməyib, ora şeytan getməyib. Yox, istəyir ucuz başa gələ. Bəni qızıl kəndə niyə vermirsən bə? Sən salim adam axtarsan, qızıl niyə kəndə vermirsən? Məni oğlu kətdən öyləndirirsən. Ürzüm var, vaqən salim mühitli qızıl da ver kəndə. Gör, bir nəfər bizdən qızın verər kəndə. Yox, gərək gələ bura. Gərək mənlə burada ola. Niyə? Ben hangi istəyirəm keyfi saz ola. Amma istəyirəm oğlumu öyləndirəm, həzinələrində biraz mənəm dəmim gölünə qaçıram ayrı yerə. Gəlin himmət eləyək, əl-ələ verək. İmam Zaman təhtdən gəlib bizə deməyəcək. Peyğəmbər evdənə qanun qoyub, biz də bəşərik, mövcud ictimai. Hamımıza vəzifədir, nə dövlət? Dövlətin bir vəzifəsi var. Şayad orada da 4 dənə oğru karımən tapıldı. 5 dənə cavana vam izdivac verəcək, bir tərfəndinə onu başından elədi, verdi yoldaşına. Var da, amma tamam yükü də aşırma dövlətin başına. Günah bizdə də var, məclisdə də var, mən o gün dərz eləmişəm. Məclis gəlsin, bir dənə məhriyəni diyə ilə bir yerə qoysun. Diyə 1 milyard 600 milyondur. Hər ildə 1% 10% qoyur üstünə məhriyə dil ondan geçsin. Və nəzir olub sən bir dənə qıza 15 dənə, 20 dənə, 50 dənə kişinin məhriyəsini bağlıysan, diyəsini bağlıysan məhriyə, tərəfin yaxasını verirsən əllərə. Sənin dili var danışmağa, sənin bunun üzəsi var, xanımına deyə çadır öt başı var. Çox adamın göl istəyir, valla xanımı hicablı ola, ürzəsi da yoxdur. Ağzın biz bağlamışıq, məhar eləmişik, görür, burada qalıncan gedib qalacaq zindanda. Nə fərqi deyir, qoy bir xiyal. Ne burada baxım da və illa bu adamı dili gərək biz deyirik Peyğəmbər buyurdu xanımların ixtiyarı ağalarda dindi. Xanı ağada ixtiyar yoxdur ki, tamam ixtiyarat xanımdadır. Xanım yoldaşları ilə piçündim, emruz rəftim, şam heç ərimin də xəbər yoxdur. Emruz şomal budim, ağamın həm xəbər nədaş. Maşallah, büyün arvad tək Kərbəladan baş çıxadır, büyün arvad Məşəddən baş çıxadır. Hələ də xoş yerə gedənlər ha, dünən gördüm biri Ermənistandan filmi qoymuşdu. Dostlarımla 4-5 arvadıdılar, getmişdilər orada ziyarətə. Ağalar da qalmışdı burada. Xeyli Türkiye ve Ermənistan xoş gözəş, xoş qeyrətlər, ay, ondan da sonra fəqət elə yükümüz aşanda, ya ərhəmər rahimin, Allah'ım məndən ol sənnənəm, məndən ol sənnənəm, sən nə var məndən olursan, mən də səndən olam, həməşə əllərin qalanda qapanasında məni çağırıbsan, cavan sən günahı qoy kənara, Allah sən qabağa, behtərin xanavada çıxatmasa, mən gərək adımı əvəz deyəm, sən getmisən qabağa.
Sən bir dənə toyda məşrubundan keçənmirsən, bir gecən məsələn, bir gətirir zəhrimal əlkolla tramadolu qatıbdır, bir cıqqıda dovuzu o yan bu yan olsa ağzı oyacaqdır. Mənim dovucuma bir cırıq 50 tümənlik qoyacaq, onu bir duv elə.